Bura Zəngilanın Ağalı kəndidir. 2 ildir, 2 il, 2 aydır köçmüşük. Biz Zəngilanın Ağalı kəndində yaşayırıq. Biz bura köçdük. Bizi bura köçürəndə bizə söz verdilər ki, həyatınız yaxşılaşacaq, güzaranınız gözəlləşəcək, hər bir şey yaxşı olacaq. Lakin elə olmadı. Gəldik, işlə təmin edən olmadı, soruşan olmadı ki, açsınız, susuzsunuz. Tikdikləri ev partlayıb tökülür, gördüyünüz kimi baxın. Sökülür, tökülür. Nəmişlikdən evlər çatlayıb, hətta içərdən çatlayıb, sökülmək üzrədir. Çöldən də gördüyünüz kimi bax, belə evlər çatlayıb, tökülür. Zəng vururuq, bir insan gəlib baxmır, soruşmur, düzəltmir. Özümüz əlimizdən gələni eləyirik, düzəldirik, sakit yaşayırıq. Buna baxmayaraq, burada bu 2 il, 2 ay ərzində mən 2 dəfə canıma qəsd eləməyə çalışmışam. Lakin uşaqlar mənə mane oldular. Bura gəldiyimiz bir gündən əlində heç bir prokuraturadan icazəsi olmadan, göstəriş kağızı olmadan, polislər iş vaxtı, işdən sonra, hətta gecə vaxtlarında hərəsi əlində bir kitab alaraq insanların pəncərələrindən evləri çəkirlər. Nəysə, uzun sözün qısası burada yaşamaq bizim üçün bir cəhənnəm oldu.